Qanın gelir müdürə deyirlər, sinirlə toxunur, sinirlə soğuşuqluğunuz ola bilər. Omurgasında hem skaziozu var, 20 dərəcə skaziozu var diye. Bugün maraqlı bir xəstəmiz var. Biz bu cavan oğlanı bir neçə il əvvəl 6 yaşında əməliyyatlamışıq. Gələndə onurğasında anası deyək ki 20 dərəcəli əyriliyi var idi. Onurğaya hər hansı bir implant qoymadan onurğadakı əyrilik tamamilə aradan qaldırılmışdı. Uşağı neçə yaşında gətirmişdi aynası? Danış və ne şikayətindən gətirmişdi? Nə idi bunun dərdi? 6 yaşında gətirmişik əməliyyata. Onurğasında hem skalyozu var idi. Neçə dərəcə? Var idi. 20 dərəcə skalyozu var idi. Heç nə yoxdur. Ağrıları var idi belində, qılçaların ağrıları var idi. Yeriməyində problemlər var idi. Qanın vermədilər, deyirlər sinirə toxunur, sinirə toxunsa uşaqlıq ola bilər. Pis xəstəliklərə çevrilə bilər. Yüksək məbləğ demişdilər, yəni xarici bir imkanınız yoxla apara bilmədik. Orada sizi internetdə gördüm. Bir də Xoşqədəm xanımın verilişində gördüm sizi. Sonra sizinlə əlaqə saxladım. Gətirdiyi çox sağ olun. Əməliyyat olunmuşdu. Burada çox böyük şişi var idi və hal-hazırda onun nazik bir çapığı izi qalır ki, yəni vaxtı ilə burada şiş olub. Biz arxadan daxil olmuşuq, kanalı genişləndirmişik. Baxın, skalyozun altda yaranma səbəbləri var. Heç də hər zaman o demək deyir ki, uşağın sümüyə əyridir. Daxildə olan şiş, tetrikord deyirik, gərgin omurğa beyni, diastomiyalgiyalar var. Yəni omurğanın ikiləşmələri var ki, bunlar da omurğanı əyə bilir. Əgər o problem aradan qaldırılarsa, uşaq böyüdüyü müddətdə, boy aytdığı müddətdə omurğası əyilməz və düzələr.